Heç pəncərədən çölə baxdınız? Baxın, nəhayət ki o an gəldi çatdı. Təbiət sanki ən təmiz, ən bəyaz donlu geyinib. Vallah bu mənzərə təkcə uşaqları yox, elə bizi, böyükləri də bir anlıq nağıllar aləminə aparır, elə deyil? Hə, bilirəm. Qarı görən kimi demək olar ki, bütün anaların ağlına ilk bu sual gəlir. Əlbəttə bu qorxu çox təbiidir. Axı anayıq. Amma gəlin bir dayanaq, görək vəziyyət əslində necədir? Baxın, işin maraqlı tərəfi odur ki, bizim o qorxularımızın tam əksinə təzə yağan qar əslində havanı təmizləyir. Yəni əsl risk o şaxtalı havada deyil, qapalı, havası dəyişməyən otaqlardakı viruslardadır. Başqa sözlə desək, əslində uşağı təmiz havaya çıxarmaq daha təhlükəsizdir. Yaxşı, onu da belə edək. Gəlin bütün bu qorxuları bir kənara qoyaq və bu sehirli anı ömürlük bir xatirəyə çevirməyin yollarını birlikdə axtaraq. Çünki inanın mənə, bu məsələ sadəcə bir günlük əyləncə deyil, heç deyil. Bax bu gün birlikdə keçirdiyiniz o anlar var ha. İllər sonra övladınızın yaddaşında xoşbəxt uşaqlığım dediyi o kitabın ən isti, ən parlaq səhifəsi olacaq. İndi gələk əsas məsələyə. Düşünürsünüz ki, qar topu oynamaq və ya o qar adamını düzəltmək sadəcə əyləncədir. Yox. Bu, əslində, uşaq üçün təbiətin özünün açdığı bir məktəbdir, əsl inkişaf fürsətidir. Baxın, mütəxəssislər, pedaqoqlar nə deyir? Deyirlər ki, uşaq o qara toxunanda, o soyuğu hiss edəndə onun bütün sensor, yəni hissiyat orqanları işə düşür. Sonra o təmiz şaxtalı hava vara, o immuniteti möhkəmləndirir, qan dövranını yaxşılaşdırır, hətta iştahı da açır. Və təbii ki, bir də düşünün, birdən-birə bütün dünyanın ağa-bağ olması. Bu, uşaq üçün inanılmaz bir kəşfdir. Onun içindəki o təbii maraq hissini alovlandırır. Yaxşı, bəs bu gözəl fürsəti necə dəyərləndirə bilərik? Gəlin indi diqqətimizi praktik məsləhətlərə yönəldək, çöldə nə kimi əyləncəli, yaradıcı macəralar yaşaya bilərik, onlara baxaq. Amma çölə çıxmazdan əvvəl bir dəqiqə, çox kiçik, amma həqiqətən vacib bir məsləhət vermək istəyirəm. Kələm prinsipini yəqin eşitmisiniz. Yəni, uşağı bir dənə qalın geyimlə yox, bir neçə nazik, amma isti qat-qat geyindirin. Çünki qaçıb oynayanda tərləsə, bir qatını çıxarmaq həm asan olur, həm də uşaq soyuqlamır. Gəlin bu dəfə standart qar adamı düzəltməyək də, gəlin biraz yaradıcı olaq. Məsələn, evdən köhnə düymələr tapıb göz düzəldin, rəngi iplərdən ona saçlar hörün, bəlkə heç ayaq üstə yox, elə oturan ya da rəqs edən bir qar adamı düzəldəsiniz. Bilirsiniz, bu proses sadəcə əyləncə deyil, bu, uşağın beynində planlama, hətta mühəndislik bacarıqlarını belə işə salır. Qar topu oynamaq, bu uşaqların o böyük motorika dediyimiz, yəni qol, bədən hərəkətlərinin inkişafı üçün əla bir məşqdir. Amma təbii ki, təhlükəsizlik hər şeydən vacibdir. Ona görə də bir-birinizi hədəf almaqdansa, gəlin başqa bir yol tapaq. Məsələn, bir ağacın gövdəsini ya da divarda bir yeri hədəf seçin və növbə ilə atın. Bu, həm daha əyləncəli olur, həm də uşaqda hədəfə çatmaq, sərrast olmaq kimi bacarıqları formalaşdırır. Və oynayırsınız, əylənirsiniz və birdən o qaçılmaz sual gəlir. Ana, bəs bu qar hardan gəlir? Bax, bu anı qaçırmayın. Bu əslində mükəmməl bir öyrənmə fürsətidir. Ona çox sadə, nağıl kimi bir dillə izah edin. Deyin ki, bax o buludlar var ha, onların içindəki balaca su damcıları çox üşüyəndə donurlar və hərəsi bir naxışlı, gözəl ulduza çevrilir. Hətta bir ideya verim, əgər evdə böyüdücü şüşəniz varsa, mütləq özünüzlə götürün. Bir dənə qar dənəciyini yaxından göstərin ona və deyin ki, bax, eyni ilə insanlar kimi bu qar dənəciklərinin də heç biri o birinə bənzəmir. Hərəsi özü üçün unikaldır. Yaxşı, çöldə oynadıq, əyləndik, yanaqlarımız qızardı, əllərimiz biraz üşüdü, amma ürəyimiz istidir, sevinclə doludur. İndi isə gəlin çöldəki o macəranı evə daşıyaq, isti və rahat bir şəraitdə davam etdirək. Çöldə gördüyünüz o möcüzəni gəlin indi evdə öz əllərimizlə yaradaq. Çox sadədir. Bir dənə ağ kağız götürün, birlikdə qatlayın, sonra uşağınıza kömək edin, oradan-buradan balaca figurlar kəssin və sonra birlikdə açın. Görün o kağızı açanda yaranan o naxış uşağınızın üzündə necə bir heyrət yaradacaq. Həm də bu, barmaqlar, yəni incə motorika bacarıqları üçün super bir məşqdir. Ya da məsələn, isti bir şokolad ya da çay içərkən bu cür qısa, qafiyəli şeirlər öyrənə bilərsiniz. Bilirsiniz, bu tip şeirlər, ritmli sözlər təkcə əyləncəli deyil, uşağın yaddaşını və nitqini gücləndirmək üçün ən yaxşı vasitələrdən biridir. Pəncərədən birlikdə qarın yağmağına baxırsınız. Bax, o an söhbətə başlamaq üçün mükəmməl bir fürsətdir. Ondan soruşun, görəsən qar yağanda quşlar hara gedir, harda gizlənir? Bu tip suallar var ha, uşağın məntiqi düşüncəsini işə salır və ən əsası aranızdakı o emosional bağı daha da möhkəmləndirir.
Ya da başqa bir sual verə bilərsiniz. Məsələn, bəs bu qar əriyəndə hara gedir sənə görə? Baxın, burada doğru və ya səhv cavab yoxdur. Əsas məsələ o deyil. Əsas odur ki, siz birlikdə düşünürsünüz, birlikdə xəyal qurursunuz. Yavaş-yavaş yekunlaşdıraq və gəlin bir daha özümüzə xatırladaq, bütün bu anlar, bu söhbətlər niyə bu qədər qiymətlidir? Deməli, gəlib çıxırıq ən vacib məqama. Baxın, iş, güc, ev qayğıları, bunlar heç vaxt bitməyəcək, həmişə olacaq. Amma övladınızın bu yaşı, qarı ilk dəfə görəndəki o heyrəti, gözlərindəki o sevinç, bax o təkrarsızdır. O an bir daha heç vaxt geri qayıtmayacaq. Məhz buna görə də bugün biraz islanmaqdan, paltarların biraz sirklənməsindən, əllərin azca üşüməsindən qətiyyən qorxmayın, çıxın çölə. Təbiət sizə ən gözəl, ən möhtəşəm oyun meydançasına hədiyyə edib. Gedin, övladınızla birlikdə bu hədiyyənin dadını çıxarın. Birlikdə gülün, birlikdə oynayın və bugün öz unikal, təkrarsız ailə nağılınızı yazın. Çünki bugünün nağılının baş qəhrəmanları məhz sizsiniz.